Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyayı vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Kıymetli cemaat, hamdolsun uca Allah'a. Allah Teala bizleri hayırlı meclis olan ilim meclisinde cem edip topladı. Hakikaten de ilim meclisleri bu dünyadaki en hayırlı, en faziletli meclislerdir. Allah Resulü sallallahu aleyhi ve sellem ilim meclislerin bu dünyadaki cennet bahçaları diye vəsfidir. Cennet bahçaları adlandırır, ilim öğrenilib, okunan meclisleri. Mələklər ilim meclislerinde gelip iştirak edirlər. Qanadları ile düz səmaya qədər əhatəyə alırlar. Kim ilim öğrenmek üçün gəlirsə, Allah Teala ona cənnətə gedən yolları, yəni ibadətləri asanlaşdırır. Həqiqətən də uca Allah elm məclislərində oturub iştirak edən şəxslərin günahlarını bağışlayıb onları əfv edir. Onlar ilə səma əhlinin yanında övünüb iftixar edir. Kim elm öyrənmək üçün gəlirsə, mələklər qanadların razılıq əlaməti olaraq həmin şəxsin ayağının altına sərir. Allah'ın yer üzerinde gezen seyahatçi mələkləri var. Axtarırlar, araştırırlar, göre bugün harda ders var, harda ilim məclisi var. Elə ki biri eşidir ki filan yerde ilim məclisi var, gedir o biri cemaatına xəbər verir ki filan yerde ilim məclisi var, gəlin gedəyim. Gəlib orada otururlar, iştirak edirlər, qardaşlarım ona göre de ilim məclisləri sayılır, mələklərin gəlib oturub iştirak etdiyi məclislər. Xüsusən də bizim məclisimiz hədis məclisi. Hər dərs Allah həmd olsun xatırlayırıq. Bu dərsimizdə də xatırlayaq. Hədis məclisləri Allah Resulü Muhammed sallallahu aleyhi və səlləmin xüsusi ilə dua edib Allah yanında təriflədiyi məclislərdir. Allah Nəbisi sallallahu aleyhi ve sellem buyurur ki Naddarallahu mra'en semi'a meqaleti feva'aha fe'eddaha kema semi'a leha. Allah Teala mənim bir hədisimi eşidib, onu başa düşüb, dərk edib, başqalarına da çatdıran şəxsin üzün ağ eləsin. Qiyamət günü Allah onun üzün ağ eləsin. Mənim hədisimi eşidir, onu başa düşüb, dərk edir, onu başqalarına çatdırır. Ona 3 dəfə Allah Resulü sallallahu aleyhi ve sellem dua edir. Alimlər buyururlar ki, insan əgər hədisi eşidər, oturub dərsə hədisi eşitdi, başa düşməyib, dərk etməsə belə, o hədisi heç kimə danışmayıb, özündə saxlamış olsa belə, yenə də bu duaya nail olur. Allah Resulü sallallahu aleyhi ve sellemin bu duasına Allah onun üzünü qiyamət günü ağ etsin, nail olur. Əlbəttə bu ən aşağı və zəif dərəcədir. Bundan üstünü insan hədisi eşidir, başa düşür, dərk edir, yadında saxlayır. Bu iki əzəmətli əməli edir. Amma heç kimə təbliğ etmir, söyləmir, bölüşmür, paylaşmır. Yenə də ona dua olunur, hətta ona birincidən daha çox, çünki hədisi eşitməyi qalsın, onu başa düşüb, dərk edib, yadında saxlayıb. Ona 2 dərəcə dua olunur. Ən üstünü, ən fəzilətlisi isə hədisi eşidir, öyrənir, başa düşüb, dərk edir, başqalarına da öyrədib çatdırır. Eşitdiyi hədisi ya gedir ailəsinin yanında, ya işdə dostlarına, ya məsələn statusa qoyur, cəmaat görür, ona 3 dərəcə dua olunur, Allah Teala onun üzünü ağ edir. Allah Teala Asr surəsində vəsf edir insanlara. Xoşbəxt insanlar kimdir? Zərər ziyan tapmış insanlar kimdir? Kimdir xoşbəxt insanlar? Allah Teala buyurur ki Əl-ləzīnə əmənu və amilussalihatı və təvasav bil-haqqı və təvasav bis-sabr. Yəni elmi öyrənən, onunla əməl edən, onu başqalarına öyrədib dəvət edən, bu yolda səbirli olan. İman gətirən, salih əməl edən, başqalarını da öyrədib dəvət edən və bu yolda səbirli olan şəxs. Bugün Allahın müvəffəqiyyəti ilə Hafizən Nəvavi, Allah ona rəhmət etsin, 40 hədis kitabından 29-cu hədisə başlayırıq. 29-cu hədis
Muaz İbni Cəbəldən rəvayət olan hədisdir. Qardaşlarım, çox əzəmətli, fəzilətli hədisdir. Ümumən bu 40 hədisin hamısı ən zəruri məsələlərdir. Dində vacib olan, istər əqidədə, ibadətdə, əxlaqda, alış-verişdə, hər şey bu 40 hədisin içərisində var. Hətta alimlər deyirlər ki, kim 40 hədisi şərhi, təfsiri, izahı ilə bərabər öyrənsə, artıq o yarım alim sayılır. Artıq o adam yarım alim sayılır. Bəziləri alimlər deyir ki, artıq o 3'də 2, yəni dinin 3 hissəsi isə artıq o 2 hissəsini bilir. Hər bir halda qardaşlarım bu 40 hədis əsas mövzuları içərisində cəm edib toplayıb. Muaz İbni Cəbəldən rəvayət olan hədis deyir ki, mən Allah Resulü sallallahu aleyhi və səlləmə dedim, ey Allahın elçisi, məni cənnətə daxil edib, cəhənnəmdən uzaqlaşdıracaq əməl haqqında xəbər ver. Suala baxın qardaşlarım. Muaz İbni Cəbəl sahabələrin ən elmlilərindən, ən fəzilətlərindən sayılır. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, ümmətim içərisində halalları və haramları ən yaxşı bilən şəxs Muaz İbni Cəbəldir. Muaz İbni Cəbəl qiyamət günü alimlərin önündə həşr olub diriləcək. Muaz İbni Cəbəl o 4 səhabədən biridir ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur, Qur'anı gedin 4 nəfərdən öyrənin. Ubey ibn Ka'b, Abdullah ibn Məs'ud, Salim və Muaz ibn Cəbəl. Məhz bu 4 şəxsdən gedin Quran-ı Kərimi öyrənin. Muaz ibn Cəbəl, Allah Resulü sallallahu aleyhi və səlləm hicrətin 11-ci, 9-cu ilində, yəni vəfatından 1-2 il əvvəl Yəmənə kitab əhlini, yəni savadlı insanların yanına dəvətə özü də tək göndərir. Ey Muaz, sən kitab əhli olan bir cəmaatın yanına gedirsən. Yəni, sıravi cəmaatlar deyil, elmsiz cəmaatdır. Bunlara kitab verir, bunlarda elm var. Özü də qardaşlarım tək göndərir. Muazı tək göndərir. Bu qədər elmli, fəzilətli səhabə. Alimlər buyururlar ki, bu hədisdə olan dəlil faydalardan biri də demək tək bir şəxsin xəbər aparıb, xəbəri çatdırması dində kifayətdir. Xəbər vahid. Bəzi məzhəblər xəbər vahidi qəbul etmirlər, əhad hədisi qəbul etmirlər. Onlara bu hədisdə cavab var. Peyğəmbər sallallahu aleyhi və səlləm dini, ayələri, hədisləri heç də 2 səhabə, 3 səhabə, 5 səhabə ilə göndərmədi. Bir dənə səhabə Muazı göndərdi. Necə ki Allah Taala onu yer üzərinə 2 peyğəmbər, 3 peyğəmbər olaraq yox, Allahın şəriətini çatdırmaq üçün bir dənə peyğəmbər olaraq göndərdi. Demək, bir şəxsin xəbəri kifayətdir. Eləcə də ona Allahdan şəriəti çatdıran mələk 3 dənə, 5 dənə deyil idi. Bir dənə Cəbrail əleyhissalam idi. Demək, bir şəxsin xəbəri də kifayət edir. Muaz ibn Cəbəl bu qədər üstün fəzilətli səhabə. Suala baxın, qardaşlarım. Ey Allahın elçisi, məni cənnətə hansı əməl daxil edir? Məni cəhənnəmdən hansı əməl uzaqlaşdırır, onu mənə de. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, həqiqətən də bu əzəmətli bir sualdır. Böyük sualdır. Böyük məsələ cənnətə daxil olmaq, cəhənnəmdən xilas. Hamımız istəyirik. Hamımız bunu arzulayıb təmənna edirik. Böyük məsələdir. Amma nə qədər böyük olursa olsun, Allahın asanlaşdırdığı şəxs üçün asan və rahatdır. Qardaşlarım, bu müvəffəq olmaqdır. Bu Allahın bəndəsi üçün xeyir istəməsidir. Nə qədər mövzu, məsələ böyük olursa olsun, bil ki, ondan da böyük Allah var. Allah onu sənə asanlaşdırıb, rahat edəndən sonra heç kim onu sənə çətin və sıxıntılı edə bilməz. Gözəl bir dua var. Allahümmə lə səhlə illə mə cəaltəhu səhlə. Allahım, asanlıq və rahatsızlıq yoxdur, yalnız sənin asan və rahat etdiyindən başqa. Allahım, sənin asan və rahat etdiyindən başqa asan və rahat heç nə yoxdur. Allahümmə lə səhlə illə mə cəaltəhu səhlə və əntə təc'alil həznə
İzə şi'tə səhlə. Sən əgər istəsən, çətin olanı asan və rahat edərsən. Bu dua həqiqətən də içərisində dünya və axirət xeyirlərinin cəm olunduğu duadır. Gərək əzbərləyək. Allahım, əgər sən bir işin asan olmağını istəsən, onu heç kim çətinləşdirə bilməz. İlk tövsiyəsi, Allaha ibadət et, ona heç bir şey şərik qoşma. Allaha ibadət et, ona heç bir şeyi şərik qoşma. Allah həmd olsun bizdə də elm əhlini, müəllimlərin, hətta alimlərin ilk bizə tövsiyəsi nə olur? Allaha ibadət edin, ona heç bir şeyi şərik qoşmayın. Tövhid, şirkdən çəkinmək. İkinci, namaz qıl. Üçüncü, zəkat ver. Dördüncü, Ramazan ayında oruç tut. Beşinci, həcc, ibadətin yerinə yetir. Əlbəttə biz bunları inşallah təfsilatı keçəcəyik. Hələm sadəcə hədis oxuyuruq. Demək, məni cənnətə daxil edib, cəhənnəmdən uzaqlaşdıracaq əməllər hansılardır ya Rasulallah? Sualına Peyğəmbər sallallahu aleyhi və səlləm bu 5 əməli dedi. Allaha ibadət edib, ona heç bir şey şərik qoşma, namaz qıl, zəkat ver, Ramazan ayında oruç tut, həcc ibadətin yerinə yetir. Sonra vaxt keçir. Peyğəmbər sallallahu aleyhi və səlləm özü muaza deyir. Ələ ədulluka alə əbvabil xeyri. Sənə xeyir qapıları haqqında söyləyimmi? Yəni səni xeyir qapılarına yönləndirimmi? Əlbəttə Muaz deyir, bəli ya Rasulallah. Peyğəmbər sallallahu aleyhi və səlləm baxın xeyir qapılarını sayır. 1. Əs-savmu. Oruç tutmaq. Oruc bir qalxandır. Deyir ki, əs-savmu cünnətun. Oruc bir qalxandır. İkinci, sədəqə vermək. Ateşin, suyun ateşi söndürdüyü kimi insanın günahlarını da yuyub aparır. Sədəqə vermək. Fərqi yoxdur. İstər para xurma olsun, heç para xurma yoxdursa təbəssüm elə, gözəl bir söz danış. Para xurmadan ta nəyə imkanı var? Üçüncü, kişinin gecə qalxıb qıldığı namaz. Gecə namazı. Gecə qalxıb qıldığı namaz. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm bu ayəni oxuyur. Tətəcəfə cunubuhum anil məzaci'i. Səcdə surəsi 16-cı ayə. Onlar yanların, demək, yataqlarından qaldırar, qorxu və ümidlə Allaha dua ilə ibadət edirlər. Səcdə surəsi 16-cı ayə. Sonra biraz vaxt keçir. Demək, xeyir qapılarını söylədi. Dedi oruc, dedi sədəqə, dedi gecə namazı. Aydındır. Birinci 5 əməl nə idi? Cənnətə daxil edib, cəhənnəmdən xilas edən əməl. Ona görə alimlər deyir ki, bu hədisdə hər şey var. Bu hədisdə hər şey var. Dedi ki, cənnətə daxil edib, cəhənnəmdən xilas edən əməllər, Allaha ibadət et, ona heç bir şey şərik qoşma, namaz qıl, zəkat ver, Ramazan ayında oruç tut, həcc elə. Sonra dedi, xeyir qapıları, o da 3'dür. Oruç tutmaq, bu hansı ki, nafilə oruclardır artıq, sədəqə vermək, bu hansı ki, artıq nafilə sədəqədir və gecə namazları, nafilə namazlar. Baxın, ilk 5'i vacib və fərz idi. Bu 3'ü isə nafilədir. Nafilələr də ona görə var ki, fərz ibadətlərin ən birinci savabları qorunub saxlansın. İkinci, fərz ibadətlərdə nəsə nöqsana, əyriliyə yol verilərsə, bu nafilələrlə o tarazlansın. Üçüncü, nafilə ibadətlər, fərz ibadətlərə dəstək və köməklidir. Çünki insan nafiləni eləsə, artıq fərzdə daha güclü, qüvvəli olacaq. Nafilə ibadətlərin mənası fərzlərdən əlavə edilən könüllü əməllərdir. Nafilə sözünün mənası yəni könüllü edilən əməllər. Könüllü edilən əməllər. Zəkatı verdin mi? Qalan bütün verdiyin sədəqələr hamısı könüllü, nafilə, yəni fərz zəkatdan əlavə verdiyin sədəqələrdir. Ramazan orucunu tuttun mu? Qalan bütün oruclar Ramazan orucundan əlavə
könüllü tutduğun oruclardır. Və ən təsumu xayrun lakum. Biləsiniz, oruç tutmaq sizin üçün nə qədər xeyirlidir. Namazı qıldın mı 5 vaxt fərzi? Əlavə qıldığın bütün nafilə namazlar fərz namazından əlavə edilən nafilə ibadət. Həcc ibadətini etdinmi? Əlavə həcdən savayı ümrələrin hamısı nafilə ibadət yerinə keçir. Sonra deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm, mən sənə işin başını, onun onurğasını və ən uca zirvəsini xəbər verimmi? İşin başı nədir? Onun onurğası nədir? Onun ən uca zirvəsi nədir? Yəni, bu işin biri var başlanğıc yeri, başlanğıc yerindən gəlirsən orta yeri, bir də ən axırı uca yeri. Aşağıdan yuxarı. Muaz deyir, bəli ya Rasul, əlbəttə xəbər ver. Allah Rasulü sallallahu aleyhi və səlləm buyur ki, işin başı İslamdır, İslam dini, hər işin başı İslam dinidir. Əlbəttə, bunları keçəcəyik, qardaşlarım, təfsilatlı şəkildə, hər bir oxuduğumuz yerlərə. İşin başında, hər bir işin başında İslam dini gəlir. Hər bir işi görməyə başlamamışdan qabaq, bax gör, İslam o haqda nə deyir? Ticarət mi eləyəsən? Görək, İslam dini ticarət edir. Evlənəsənmi? Evmi tikəsən? Bax görə İslam dini. Nə deyir? Dost, yoldaş mı götürəsən özüyə? Bax gör, İslam dini bu haqda nə deyir? Elm öyrənmək, namaz mı qılassan? Görək, namaz İslamda necədir? Oruc mu tutassan? Görək, İslamda necədir? İslam dini nə deyirsə o şəkildə etmək. İşin başı, hər işin başında İslam deyir. Onun onurğası, sütunu namaz qılmaqdır. Ən uca zirvəsi isə Allah yoluna cihad etməkdir. Ən uca zirvəsi odur. Peyğəmbər sallallahu aleyhi və səlləm bundan sonra Muaza deyir ki, ey Muaz, sənə bütün bunları əldə etməyin yolun xəbər verimmi? Yəni, bütün bu sayılan ibadətlərə var, ha. Əldə edib çatmağın yolun söyləyimmi? Yəni, necə namaz qılmaq olar, necə oruç tutmaq olar, necə həcc, necə zəkat, necə ümrələr, necə sədəqə verə bilərəm? Bütün bu sayılan əməllər, xeyir qapıları, deyim mi necə əldə eləmək olar? Muaz deyir ki, bəli, ey Allahın nəbisi, söylə. Necə əldə etmək olar? Peyğəmbər sallallahu aleyhi və səlləm əlin salır ağzından, dilin çıxardır çölə. Bir, bunu tutub buna ağalıq eləsən, bütün bunların hamısına çatasın. Dilə ağalıq eləsən, dilə yiyəlik eləsən, bütün bu xeyir qapıların hamısını çatacaqsın. Muaz təəccüblənir. O cür elmli sahabə deyir, ya Rasulallah, bəyəm biz danışdıqlarımıza görə qınanılacağıq, sorğu-sual olunacağıq. Peyğəmbər sallallahu aleyhi və səlləm ona işin nə qədər ciddi, təsirli olduğunu bildirmək üçün deyir ki, anan səni itirməklə ağlar qalsın ey Muaz. Və bilmirsən ki, insanların cəhənnəmə atılmalarına ən böyük səbəb və ya cəhənnəmdə üzüstə sürünmələrinə ən böyük səbəb elə dilləri ilə danışdıqlarıdır, dilləri ilə etdikləridir. Həqiqətən də qardaşlarım, bu qədər əzəmətli və dəyərli bir hədis. İmam Tirmizi bu hədisi rəvayət edib. Muaz ibn Cəbəldən. Əlbəttə bu hədis inşallah biz hissə Allahın iznə şərhin, izahını göstərəcəyik. Lakin bu hədis hər bir müsəlmanın necə yaşamalıdır, həyatında hansı yolu izləməlidir, Allah Rasulü sallallahu aleyhi və səlləm bizə planı cızıb, rəsm edib, xətt edib göstərib. Səni cənnətə nələr aparacaq, cəhənnəmdən nələr xilas edəcək. Müsəlmana ömründə, günündə, həyatında nələr lazımdır, bax bu hədisdə var inşallah. Və biz bunu gələn dərsimizdən etibarən Allahın köməkliyi ilə ətraflı, geniş şəkildə öyrənəcəyik. Burada kifayətlənək, mətnini oxuduq. Şərhin və izahın isə Şeyx Salih Əl-Fovzan, Allah onu qorusun, gələn dərsimizdən öyrənməyə başlayacaq. Allah subhanahu və teala bizləri eşidib, başa düşüb, faydalanan və ən gözəlinə tabi olan qullarından etsin. Bizləri həm bu hədis, həm də bu hədisdən əlavə
bütün xeyirli əməllərə, yaxşı işlərə müvəffəq edib bizi yönləndirsin. Allah Teala razı olsun, hər birini təşəkkür edirəm. Uca Allah bizi burada bu xeyir məclisinə toplayıb cəm etdiyi kimi qiyamət günü Kövsər hovuzunun ətrafına cəm edib toplasın. Bizi Firdevs cənnətində, peyğəmbərlərin ətrafında cəm edib toplasın. Taxtlar üzərində qarşı-qarşıya əyləşən qardaşlardan etsin. Və sallallahu alə nəbiyyina Muhammed və alə alihi və sahbihi və səlləmə təslimən kəthira ilə yevmiddin.